yaşlı kişilərin adətən seksual performansı çox aşağı olur və ona görə də onlar cavan qız seçirlər ki, cavan qızlar daha təcrübəsidir və cavan qızların orta yaşlı qadınlara görə seksual istəkləri çox aşağı olur. Yəni 18 yaşlı, 20 yaşlı qızla 35 yaşlı qadının seksual istəyi eyni deyil, seksual tələbatları eyni deyil. 35 yaşında çox daha yüksəkdir və 35 yaşlı qadının məsələn seksual tələblərinə cavab vermək çox çətindir və bu sırf bu səbəbdəndir ki, yaşlı kişilər, kimlərin ki, seksual performansı aşağıdır, onlar çox cavan qız seçirlər və cavan oğlanların isə bu barədə problemi olmadığına görə milfalara daha çox üstünlük verirlər. Çünki onların tələblərini qarşılaya bilirlər.